Oxşar hadisə əslində 2-ci Dünya müharibəsində Stalinin sənayeləşməsi inqilabında baş vermişdi. O zaman Stalin 2-ci Dünya müharibəsindən SSR-nin ÜDM-i planlaşdırılmış iqtisadiyyatıdır. Qərbdən daha tez böyüyürdü. Və o zaman da onlar bu problemlə üzləşmişdilər. Azad bazar, azad qiymətlər həmin o nəticəni vermirdi. Stalinin dövründəki SSR-in iqtisadi artımı. Bu da totalitar rejimin nəticəsidir. Yəni rejimdir. ümumi qorxunun nəticəsidir. İnsandan başqa çıxış yolu yox. Əlbəttə ki, mən indi burada bu ilə bütün totalitar liderlərə qırmızı bayraq verib siz də gedin, yəni ki, Stalin kimi insanları öldürün, yəni belə bir quruluş yaradın ki, insanların heç bir fərdi azadlığı olmasın demək deyil. Hər bir şeyin uzun və qısa müddətli işləməyi və işləməməsi var. Əlbəttə ki, qısa müddətli perspektivdə hansısa bir yaxşı nəticələr əldə edə bilərsən. Diktator olaraq hansısa bir pozitiv dəyişikliklər edə bilərsən. Amma uzun müddətdə deyək ki, gəlin SSR-ni götürək də birinci kosmik gəmini yola sala bildi, amma pultla televizor edə bilmədi. Qadınlar üçün paltar yuyan maşın düzəldə bilmədi. Yəni deyək ki, qadınlar üçün düz deməyək, deyəli ev üçün. Mən nəhayət üzr istəyirəm.